Salam dəyərli abituriyentlər, müdavimlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz 3-11-ci əsrlərdə Azərbaycanda sosial-iqtisadi inkişaf. Ümumiyyətlə, Ərəb xilafətinin zəifləməsi fonunda Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlər iqtisadi inkişafa təkan verdi, sosial inkişafa təkan verdi. Dəyərli yoldaşlar, görək nə kimi proseslər baş verdi sosial-iqtisadi sahədə, hansı məhsullar hansı bölgələrdə istehsal olunurdu və hansı şəhərlər hansı məhsulların istehsalına görə ixtisaslaşmışdı. Başlayaq. Demək, ipək istehsalı Şəkidə, Şirvanda, Bərdədə, kətan istehsalı Şirvanda, Dərbənddə, çəltik, deməli, Lənkəran və Şəkidə, pambıqçılıq mil muğan Şirvanda, əlvan metal Şiz şəhərində, qırmızı kvars Bəz ətrafında, dəmir və mis filizi Gəncə və Savalanda istehsal olunurdu. Daş, duz üzrə Təbriz və Naxçıvan ixtisaslaşmışdı. Neft Bakının məhsuluydu, bu elə indi də belədir. Ümumiyyətlə, Orta əsr Azərbaycan şəhərlərinin özünə məxsus oxşarlıqları var. Onlardan biri 10.000 nəfər civarında əhalinin yaşaması. Bunların hər birinə xasdır. Yəni 10.000-ə qədər, 10.000-dən biraz çox şəhərin içəri və bayır hissəsi vardı. Yəni içəri şəhər, bayır şəhər. Deməli, bazar meydanı hər birində var idi və hər birində də cümə məscidi var idi. Dəyərli yoldaşlar, Bakı şəhəri ikinci liman şəhəri idi və dediyimiz kimi burada neft istehsal olunurdu. Dərbənd şəhəri kətan parça istehsalına görə ixtisaslaşmışdı və ən böyük liman şəhəri idi. Hətta 10-cu əsrdə kanalizasiya sisteminin çəkilməsi barədə məlumat da var. Şamaxı şəhəri ipək istehsalı iqtisadi və siyasi mərkəz idi. Gəncə şəhərində pul zərb etmək üçün zərbxanalar var idi və İslamla xristianlıq arasında strateji qala idi Gəncə şəhəri. Gəncə şəhərində deməli ipək parçalar və xalçalar istehsal olunurdu. Qaradəniz Gürcüstan deməli ticarət yolu ki var, onu birləşdirən yolun üzərində yerləşdiyi üçün ticarət mərkəzi kimi çox inkişaf etmişdi. Təbriz şəhəri 10-cu əsrin sonundan inkişaf edir. Əfsuslar olsun ki, baş verən zəlzələ 1042-ci ildə Təbriz şəhərini bu inkişafdan dayandırır. Əl-Müqəddəsi deməli Təbriz haqqında yazır ki, Təbriz Bağdaddan üstün şəhərdir və saf qızıla bənzədirəm Təbriz şəhərini. Bunu kim deyir? Əl-Müqəddəsi. Deməli, duluzçuluq sahəsinin inkişafına görə Beyləqan və Naxçıvan şəhərləri fərqlənirdi. Bu dövrdə Azərbaycan şəhərləri xarici ticarətlə də məşğul idi. Xarici ticarətdə əsas önəm kəsb edən ölkələr deməli Çin və Hindistan idi. Dəyərli yoldaşlar, davam edirik. Tiflis şəhəri də Aranın şəhəri olub. Bu mənbələrdə də belədir. Bizim doğma şəhərimiz olub. Sonra əfsuslar olsun ki, bizdən qoparılıb, necə ki Dərbənd qoparılıb bizdən, necə ki İrəvan qoparılıb, necə ki o gözəl Göyçə gölü bizdən qoparılıb, Borçalı qoparılıb, saymaqla bitmir. Azərbaycanın cənubunda nə gözəl şəhərlər bizdən qoparılıb. Yəni baş verən bizim ziyanımıza olan siyasi proseslərin nəticəsi olaraq, amma o şəhərlər yenə bizim ürəyimizdədir. Yenə biz onları çox sevirik. Mən həmişə həyatım boyu bu arzu ilə yaşamışam və inşallah ki, düşünürəm ki, mən yaşadığım müddətdə bunu görəcəm. Şimallı, cənublu Azərbaycanın birləşməsini və o gözəl şəhərlərin öz doğma torpaqlarına belə vahid şəkildə qovuşmasını inşallah ki, görərəm. Həmişə bu şəhərlər mövzusunu, bu bölgələr mövzusunu izah edəndə belə biraz emosional hisslər yaşayıram. Deməli, danışaq. Tiflis şəhəri suyu 30 qızdırılan şəhərdir. Müalicə hamamları olub burada.
Bərdə Dərbənddən sonra 3-cü şəhər kimi mənbələrdə qeyd olunur. Yaqut Əl-Həməvi Azərbaycan şəhərləri haqqında bir-iki gözəl kəlmə deyir. Onlar Təbriz şəhəri ən tanınmış şəhərdir. Bakuyədə neft quyuları var, yəni Bakıdan söhbət gedir. Dərbənd Bab Əl-Əvvab adlandırır Dərbəndi. Deməli, 9-11-ci əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş vergilər hansılar idi? Üşür vergisi. Üşür vergisi 1/10 deməkdir. Üşür 1/10 deməkdir ümumiyyətlə. Torpaq vergisi idi. Xüms vergisi. Bu zəkat və sədəqə ilə eyni idi, müsəlmanlardan alınırdı, əmlaka görə alınırdı. Cizyə vergisini zaten bilirik, can vergisi idi. Qəbalə xərac toplamaq üçün icazə kağızıdır, icazə vərəqidir. 9-11-ci əsrlərdə torpaq mülkiyyəti formaları, dəyərli yoldaşlar. Elə Ərəb xilafəti bura gələndən sonra yaranmış torpaq mülkiyyəti formaları erkən orta əsrlərin başlıca torpaq mülkiyyəti formalarıdır. Divan torpaqları dövlət torpağıdır. Xalisə xas sülaləyə məxsus torpaqlardır. Divan və xalisə bir yerdə dövlət torpaqları adlanır 9-11-ci əsrlərdə. İqta xidmət müqabilində verilir. Mülk ən geniş yayılmış torpaq mülkiyyəti forması idi. Mülkədarın, yəni feodalın şəxsi irsi torpağı idi. Vəqf torpağı dini idarələrə məxsus idi və vəqf torpağından alınan vergi dini idarələrin xeyrinə toplanırdı. İcma torpağı kəndlərin istifadəsində olan torpaq idi. Vergilərin ağırlığı icma torpağının üzərinə düşürdü. İlcə hami torpaqları əvvəllər kəndlilərə məxsus torpaqlar idi. Ondan sonra ərəb feodallarının əlinə keçmişdi. Ərəb feodallarının əlinə keçdikdən sonra orada məskunlaşan kəndlilər uluca çevrilirdi, yəni asılı kəndlilərə çevrilirdi. 9-11-ci əsrlərdə Azərbaycan ərazisində kəndlilərin iki qrupu var idi, dəyərli yoldaşlar. Uluc kəndliləri və azad kəndlilər. Uluc kəndliləri asılı kəndliləridir, yəni ilcə hami torpaqlarında yaşayırdılar, düzənlik bölgədə daha çox yaşayırdılar uluc kəndliləri. Azad kəndlilər isə belə asıllıqları yox idi, onlar əsasən dağlıq bölgələrdə yaşayırdılar. Hər iki kəndli qrupu, dəyərli yoldaşlar, oxşar cəhət budur ki, hər ikisi də dövlətə vergi verirdi. Dəyərli yoldaşlar, izləmədə qalın, mövzularımıza davam edirik.